Proqnozlara keçməzdən əvvəl qısa bir xatırlatma etmək istəyirəm. Zəhmət olmasa kanalımızın yayımlarından dərhal xəbərdar olmaq üçün YouTube bildirişlərini aktiv edin və kanalımıza abunə olmağı unutmayın. Həmçinin bəyənmə və şərhləriniz kanalımızın fəaliyyətini davam etdirməsi üçün böyük dəstəkdir. Zəhmət olmasa dəstəyinizi əsirgəməyin. İndi isə vaxt itirmədən 10 may həftəsi üçün Büc proqnozlarına Qoç bürcündən başlayaq. Ardınca isə sırayla Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün də proqnozlarımı sizinlə paylaşacağam. Əziz Qoç və yüksələn Qoçlar, bu həftəyə olduqca hərəkətli, canlı və sizi daim aktiv saxlayacaq bir enerji ilə başlayırsınız. Xarici dünyaya açılmaq, yeni planlar qurmaq, gələn xəbərlərə sürətli reaksiya vermək və olduğunuz mühitlərə asan uyğunlaşmaq sizin üçün daha təbii olacaq. Həm iş həyatınızda, həm də sosial çevrənizdə baş verənlər sürətlənərkən, özünüzü sanki bir axının içində irəliləyirmiş kimi hiss edə bilərsiniz. Həftənin əsas mövzularından biri pul və maddi məsələlərdir. Xüsusilə Əqrəb doğum ayının təsiri ilə borc alacaq balansı, ödənişlər və maliyyə planlamaları ön plana çıxır. Bu dövrdə xərclərinizi nəzarətdə saxlamaq və gəlir-xərc balansını düzgün qurmaq vacibdir. Çünki qazanc potensialınız artsa da, eyni zamanda risk də mövcuddur. Doğru idarə etsəniz, qazanc əldə edərsiniz. Tələskən davransanız, çətinlik yaşaya bilərsiniz. Bu həftə eyni zamanda sizi daha sirli, dərin və ruhani mövzulara yönəldə bilər. Pərdə arxasında qalan məsələlər, həll olunmamış problemlər və ya psixoloji dərinlik tələb edən mövzular diqqətinizi çəkə bilər. Bu maraq daxili fərqindəliyinizi artırmaq üçün əslində çox dəyərlidir. Digər tərəfdən, Mars ilə Yupiter arasındakı gərgin bucaq xüsusilə ev və ailə həyatınızda bəzi çətinliklər yarada bilər. Planladığımız işləri həyata keçirmək düşündüyünüz qədər asan olmaya bilər. Evdə bunu edəcəyəm dediyiniz mövzular yarım qala bilər və ya gözlədiyiniz kimi getməyə bilər. Buna görə çevik olmağınız və nəzarəti bir qədər buraxmağınız vacibdir. Həmçinin daşınmaz əmlak, alqı-satqı və ya kirayə ilə bağlı mövzularda şişirdilmiş vədlərdən və manipulativ vəziyyətlərdən uzaq durmalısınız. Həftənin ortasında Plutonun geri hərəkəti ilə sosial çevrəniz, dostluq münasibətləriniz və hədəflərinizlə bağlı mövzuları yenidən dəyərləndirəcəyiniz bir mərhələyə daxil olursunuz. Kimlərlə yol getmək istəyirsiniz? Kim həqiqətən sizinlə eyni tezlikdədir? Bu sualların cavabları aydınlaşa bilər. Bəzi gecikmələr və maneələr isə əslində nəyi dəyişməli olduğunuzu göstərmək üçün ortaya çıxacaq. Digər tərəfdən, göy üzü sizə güclü bir mesaj verir. Artıq gözləmək yox, hərəkətə keçmək vaxtıdır. İdarəçi planetiniz Marsın dəstəyi ilə daxili enerjiniz yüksəlir. Uzun müddətdir təxirə saldığınız işlər, yarım qalan layihələr və ya başlamağı düşündüyünüz mövzular artıq irəliləmək istəyir. Günəşin mövqeyi isə atdığınız addımların qalıcı olması üçün sizi dəstəkləyir. Yəni bu həftə atdığınız addımlar yalnız bu günü deyil, gələcəyinizi də formalaşdıra bilər. İş və karyera sahəsində diqqət çəkməyiniz mümkündür. Rəhbərlik tərəfindən fərq edilə, mühüm bir təklif ala və ya bir mövzuda liderlik edə bilərsiniz. Amma burada vacib bir balans var. Sürətli olmaqla səbirli olmaq arasında düzgün nöqtəni tapmalısınız. Əks halda kələsik reaksiyalar lazımsız problemlər yarada bilər. Ünsiyyət baxımından Merkür sizi gücləndirir. Daha aydın, daha inandırıcı və təsirli danışıq qabiliyyətinə sahibsiniz. Amma həftənin ortasında ani xəbərlər və ya plan dəyişiklikləri sizi çətin vəziyyətə sala bilər. Çevik olsanız üstünlük qazanarsınız. Müqavimət göstərsəniz səhvlər edə bilərsiniz. Sevgi və münasibətlər sahəsində isə güclü və dəyişdirici bir enerji var. Veneranın təsiri ilə qəlbiniz daha açıqdır. Duyğularınızı ifadə etmək istəyiniz artır. Bu həftə münasibətlər səthi qalmayacaq. Ya dərinləşəcək, ya da açıq şəkildə bitəcək. Münasibəti olan qoçlar üçün bağlar güclənə bilər. Yenidən yaxınlaşma yaşana bilər. Subay qoçlar isə sürətli başlayan və təsirli bir tanışlıq yaşaya bilər. Maddi məsələlərdə göy üzü sizə açıq bir xəbərdarlıq edir. Sahib olduqlarınızı qoruyun və artırın. Tələsik qərarlar əvəzinə planlı hərəkət etmək bu həftə sizin üçün çox vacibdir. Çünki düzgün addımlar uzunmüddətli təhlükəsiz bir zəmin yaradacaq. Sağlamlıq baxımından isə
Stress və gərginliyə diqqət etməlisiniz. Yüksək enerji əzələ ağrılarına və fiziki yorğunluğa səbəb ola bilər. Xüsusilə ayaqlarınız və ümumi fiziki dözümlülüyünüz həssas ola bilər. Bədəninizə laqeyd yanaşmamaq, hərəkətdə olmaq və lazım olduqda dəstək almaq önəmlidir. Həftə sonuna doğru isə biraz daha daxilə yönələ bilərsiniz. Özünüzlə qalmaq, həftəni analiz etmək və yeni planlar qurmaq istəyə bilərsiniz. Bu mərhələ sizin üçün yenilənmə fürsəti olacaq. Bu həftənin əsas mesajı çox aydındır. Hərəkət et, amma şüurlu irəlilə. Gücünü istifadə et, amma nəzarəti itirmə. Fürsətlər gəlir, amma onları daşıyacaq balansı qurmalısan. Çünki bu həftə dəyişməyə açıq olan qazanacaq, müqavimət göstərən isə yorulacaq. Əziz buğa və yüksələn buğalar. Bu həftəyə olduqca aydın bir gündəmlə başlayırsınız. Borc alacaq balansı, bank əməliyyatları, vergilər və ya həll olunmalı maliyyə detalları ön plandadır. Bu dövrdə yalnız öz maddi məsələləriniz deyil, ətrafınızdakı insanların yükləri də sizə təsir edə bilər. Kiməsə dəstək olmaq, birinin probleminə həll axtarmaq və ya emosional olaraq başqalarının yükünü daşımaq istəyə bilərsiniz. Bu empatik yanaşma gözəldir, amma sərhədlərinizi qorumağı unutmayın. Həftənin ortalarına doğru tempo artır və həyat sizi daha hərəkətli bir axına çəkir. Amma Mars ilə Yupiter arasındakı gərgin qucaq, xüsusilə ünsiyyət, yaxın çevrə və gündəlik planlarınızda qarışıqlıq yarada bilər. Planlı irəliləmək istədiyiniz halda bir anda nəzarəti itirə, işləri son ana buraxa və ya təşkilatlanmaqda çətinlik çəkə bilərsiniz. Buna görə xüsusilə təhsil, səfər və ünsiyyət tələb edən işlərdə daha intizamlı olmağa çalışın. Yaxın çevrənizlə bağlı təşəbbüslərdə də tələsik qərarlardan uzaq durun. Həftənin önəmli astroloji hadisələrindən biri də Plutonun geri hərəkətə başlamasıdır. Bu təsir xüsusilə karyera sahənizdə son dövrlərdə yaşadığınız dəyişiklikləri yenidən dəyərləndirməyinizə səbəb olacaq. İş həyatınızda sizi sıxan, təzyiq yaradan və ya artıq sizə uyğun olmayan strukturları daha aydın görə bilərsiniz. Qarşıdakı aylarda nəyi dəyişməliyəm? Harada daha azad olmalıyam? Suallarına daha dəqiq cavablar tapacaqsınız. Bu dövr geri çəkilmə deyil, əksinə, öyrəndiklərinizi mənimsəyib, daha möhkəm addımlar atmaq zamanıdır. Eyni zamanda Merkür ilə Pluton arasındakı gərgin təsir həm işdə, həm də ailədə obsessiv düşüncələrdən və lazımsız şübhələrdən uzaq durmalı olduğunuzu göstərir. Hər kəsi inandırmağa çalışmaq və ya hər şeyi nəzarətdə saxlamaq istəyi sizi yoracaq. Bu həftə biraz daha axına güvənmək və şərtləri zorlamamaq daha sağlam yanaşmadır. Digər tərəfdən, göy üzü sizi dəstəkləyir. Günəşin bürcünüzdə irəliləməsi və Veneranın güclü mövqeyi sizi həm görünən, həm də təsirli edir. Öz dəyərinizi yenidən qurduğunuz, mən nə istəyirəm sualına daha səmimi cavablar verdiyiniz bir həftədəsiniz. Uzun müddətdir göstərdiyiniz səylərin qarşılığını almağa başlaya bilərsiniz. İnsanlar sizi daha çox fərq edir, etdikləriniz daha görünən olur. İş və karyera sahəsində fürsətlər qarşınıza çıxa bilər. Amma burada vacib məqam var. Rahatlıq zonasına həddindən artıq bağlı qalsanız, bu imkanları qaçıra bilərsiniz. Dəyişiklik sizi qorxutmasın, çünki bu dəyişiklik sizi inkişaf etdirmək üçün gəlir. Maddi mövzularda isə diqqətli balans tələb olunur. Venera sizə qazanc imkanları təqdim edərkən, eyni zamanda cazibədar, amma lazımsız xərclərə də açıq edə bilər. Pul axını ola bilər, amma onu qorumaq və düzgün idarə etmək sizin əlinizdədir. İntizamlı davransanız qazancınızı artıra bilərsiniz. Sevgi və münasibətlərdə qəlbiniz açıq, duyğularınız güclüdür. Amma ünsiyyətdə yanlış anlaşılmalara diqqət edin. Hisslərinizi içinizdə saxlamaq əvəzinə, aydın, amma zərif şəkildə ifadə etmək münasibətlərinizi gücləndirəcək. Münasibəti olan buğalar üçün bağların dərinləşməsi və yeni mərhələyə keçməsi mümkündür. Subaylar isə güclü cazibə hiss edəcəkləri bir dövrdədir. Hətta iki nəfər arasında seçim etmək məcburiyyətində qala bilərlər. Bu nöqtədə qəlbinizin səsinə güvənin. Ailə mövzularında keçmişdən gələn məsələlər gündəmə gələ bilər. Bu bir yük deyil, təmizlənmə fürsətidir. Üzləşməkdən qaçmasanız, bu sahəni sağalda bilərsiniz. Sağlamlıq baxımından isə bədəniniz sizə siqnallar verir. Yorğunluq, həzm həssaslığı və ya stressə bağlı reaksiyaları görməzdən gəlməyin. Qidalanmanıza diqqət etmək, yuxu keyfiyyətini artırmaq
və zehni sakitləşdirmək vacibdir. Torpaqla təmas, təbiətdə vaxt keçirmək sizə çox yaxşı təsir edəcək. Bu həftə eyni zamanda daxili fərqindəlik baxımından güclüdür. Öyrəndiyiniz bir məlumat və ya fərq etdiyiniz bir həqiqət həyatınıza yeni istiqamət verə bilər. Xüsusilə ruhani çalışmalar özünüzü daha yaxşı tanımağınıza kömək edəcək. Həftə sonuna doğru tempo bir qədər azalır və sevdiklərinizlə vaxt keçirmək, dincəlmək və düşünmək sizə yaxşı təsir edəcək. Yaşadıqlarınızın sizi daha yüksək bir səviyyəyə hazırladığını fərq edəcəksiniz. Bu həftənin mesajı çox aydındır. Yavaşla, amma dayanma. Dəyişiklikdən qorxma, onu idarə et. Öz dəyərini bil və buna uyğun seçim et. Çünki sənin əsl gücün sakit, amma qalıcıdır və bu həftə onu yenidən xatırlayırsan. Əziz əkizlər və yüksələn əkizlər. Bu həftə sizin üçün ən əsas mövzu ünsiyyət və qarşılıqlı əlaqə olacaq. Zehniniz sürətlənir, söhbətlər artır, əlaqələr çoxalır. Amma diqqət, bu dövrdə iplər hər zaman sizin əlinizdə olmaya bilər. Xüsusilə şəxsi həyatınızda və ya yaxın münasibətlərinizdə qarşı tərəfin istək və gözləntilərinə uyğun hərəkət etməli ola bilərsiniz. Bu vəziyyət bəzən sizi çətinləşdirə bilər. Amma düzgün idarə edildikdə, münasibətlərinizi gücləndirmək üçün fürsət yaradır. Həftə boyunca göy üzü sizi həm aktiv, həm də sınayan enerjilərlə dəstəkləyir. Mars ilə Yupiter arasındakı gərgin bucaq, xüsusilə maliyyə mövzularında ehtiyatlı olmalı olduğunuzu vurğulayır. Xərclər arta bilər, plansız addımlar ata bilərsiniz və ya çox cəlbedici görünən bir fürsət sonradan gözlədiyiniz kimi olmaya bilər. Xüsusilə investisiya, borc alacaq balansı və maliyyə qərarlarında tələsməmək bu həftənin ən vacib məqamıdır. Mütləq alınacaq dediyiniz bir şeyin əksinə dönmə ehtimalı da var. Buna görə möhkəm analiz şərtdir. Digər tərəfdən, Plutonun geri hərəkətə başlaması ilə həyatınızın bəzi sahələrində yavaşlama hiss edə bilərsiniz. Xüsusilə təhsil, səyahət, ticarət, sosial media və ya özünüzü inkişaf etdirdiyiniz sahələrdə son dövrdə sürətlə irəliləmisinizsə, indi dayanıb dəyərləndirmə vaxtıdır. Bu geriləmə deyil, əksinə, etdiklərinizi nəzərdən keçirib daha möhkəm təməl qurma mərhələsidir. Çatışmazlıqları görmək, səhvləri düzəltmək və sistemi yenidən qurmaq üçün çox dəyərli bir dövrdəsiniz. Eyni zamanda, Merkür ilə Pluton arasındakı gərgin təsir sizi zehni olaraq bir qədər yora bilir. Şübhələr arta bilər, artıq düşünməyə meyilli ola bilərsiniz. Xüsusilə iş mühitində eşitdiyiniz bəzi sözlər və ya məlumatlar arxa planda nəsə baş verir hissi yarada bilər. Amma burada vacib olan bu düşüncələri böyütməməkdir. Araşdırmaq və müşahidə etmək faydalıdır. Amma həddindən artıq şübhə münasibətlərinizə zərər verə bilər. Əslində bu həftə sizin üçün böyük potensial da daşıyır. İdarəçi planetiniz Merkürün güclü təsiri ilə ifadə qabiliyyətiniz artır. Danışdıqlarınız, yazdıqlarınız, təqdimatlarınız və qurduğunuz əlaqələr uzun müddətli qapılar aça bilər. Amma burada əsas fərq budur. Sürətli olmaq deyil, düzgün ifadə etmək qazandıracaq. Sözlərinizi şüurlu seçdiyiniz zaman həqiqətən fərq yarada bilərsiniz. İş və karyera sahəsində temp yüksəkdir. Görüşlər, müzakirələr, fikir mübadilələri və yeni layihələrlə dolu bir həftədir. Çoxşaxəli xarakteriniz sizi önə çıxaracaq. Amma hər şeyə eyni anda çatmağa çalışsanız, dağınıq ola bilərsiniz. Prioritetləri müəyyən etmək və fokuslanmaq sizi bir addım irəli aparacaq. Hətta bəzi əkizlər üçün liderlik rolunu üzərinə götürmək və ya əvvəllər geri planda qaldığı sahədə önə çıxmaq mümkün ola bilər. Maliyyə baxımından da fürsətlər mövcuddur. Əlavə gəlirlər, rəqəmsal işlər və ticarət əlaqələri vasitəsilə qazanc əldə edə bilərsiniz. Amma yenə də vurğulayaq, tələsik qərar vermək yox, detallı analiz etmək lazımdır. Bu həftə ağıllı davranan qazanacaq, tələsən çətinlik çəkəcək. Sevgi və münasibətlər sahəsində isə ünsiyyət həlledici olacaq. Partnyorunuzla edəcəyiniz söhbətlər münasibətin istiqamətini dəyişə bilər. Keçmişdə həll olunmamış mövzular yenidən gündəmə gələ bilər, amma bu problem deyil, əksinə, sağalma fürsətidir. Özünüzü açıq və aydın ifadə etdikdə bağlar güclənir. Subay əkizlər üçün isə zehni uyğunluğun yüksək olduğu, söhbəti ilə sizi təsirləndirən biri ilə tanışlıq ehtimalı güclüdür. Sosial həyatınız aktiv olsa da,
hər dəvətə qatılmaq məcburiyyətində deyilsiniz. Enerjinizi düzgün istifadə etmək üçün seçici olmalısınız. Yanlış insanlarla çox vaxt keçirmək sizi aşağı çəkə bilər. Sağlamlıq baxımından isə xüsusilə sinir sistemi, baş və diş həssaslıqlarına diqqət etməlisiniz. Zehni yorğunluq fiziki yorğunluğa çevrilə bilər. Bol su içmək, zehni dincəldəcək fəaliyyətlərə vaxt ayırmaq və qısa fasilələr vermək sizə yaxşı təsir edəcək. Təhsil və şəxsi inkişaf baxımından isə çox dəstəkləyici bir həftədəsiniz. Yeni bir şey öyrənmək, kursa başlamaq və ya biliklərə yatırım etmək uzun müddətli qazanc gətirə bilər. Xüsusilə ünsiyyət, media, ticarət və təhsil sahələrində sıçrayış edə bilərsiniz. Həftə sonuna doğru kiçik ünsiyyət problemlərinə və yanlış anlaşılmalara diqqət etmək lazımdır. Reaksiya vermədən əvvəl anlamağa çalışmaq və dinləməyi seçmək hər şeyi asanlaşdıracaq. Bir qədər geri çəkilib, həftənin yoğunluğunu həzm etmək və zehni toplamaq sizə yaxşı təsir edəcək. Bu həftənin xülasəsi çox aydındır. Sözləriniz taleyinizi yazır. Düşünmədən danışmayın, dinləmədən cavab verməyin. Sürətli yox, şüurlu olun. Çünki bu həftə ağlını düzgün istifadə edən əkizlər qazanacaq. Əziz xərçəng və yüksələn xərçənglər. Bu həftə həyat sizi həm fiziki, həm də emosional baxımdan hərəkətə gətirən bir tempoya salır. Həftəyə başlayarkən iş həyatı, gündəlik məsuliyyətlər və sağlamlıq mövzuları ön plandadır. Gündəlik rejiminiz sürətlənə bilər, görüləcək işlər arta bilər və siz də bu tempa uyğunlaşmaq üçün xeyli səy göstərə bilərsiniz. İşləməsəniz belə, ev daxilindəki məsuliyyətlər, görülməsi lazım olan işlər və ya təşkil edilməli detallar sizi məşğul edəcək. Xüsusilə həftə sonundan qalan yorğunluq, çox hərəkət, idman və ya intensiv temp bədəninizdə əsasən ayaq və baldır nahiyəsində həssaslıq yarada bilər. Buna görə fiziki sərhədlərinizi aşmamağa diqqət etməlisiniz. Göy üzündə Mars ilə Yupiter arasındakı gərgin bucaq, iş və ailə həyatı arasında balans qurmaqda çətinlik çəkə biləcəyinizi göstərir. Əslində fürsətlər var, hətta şans da sizin tərəfinizdədir. Amma bu şansı qalıcı etmək üçün intizamlı olmaq, səbirli davranmaq və sistem qurmaq lazımdır. Əks halda əldə etdiyiniz imkanları düzgün dəyərləndirməyə və ya lazımsız mübarizələrə girə bilərsiniz. Bu təsir, bacararam dediyiniz nöqtədə sizi sınağa çəkə bilər. Buna görə tələsmək deyil, planlı hərəkət etmək vacibdir. Həftənin ortalarına doğru Plutonun geri hərəkəti, xüsusilə ortaq pullar, borclar, kreditlər və ya partnyorumuzun maliyyə vəziyyəti ilə bağlı sahələrdə yavaşlama və yenidən dəyərləndirmə mərhələsi başladır. Əgər son vaxtlar bu mövzularda sürətlə irəliləmisinizsə, indi proseslər bir qədər dayanmış kimi görünə bilər. Bu sizi narahat etməsin. Əksinə, detalları gözdən keçirmək, çatışmazlıqları görmək və daha möhkəm addımlar atmaq üçün bir fürsətdir. Eyni hal, daxili inkişafınız üçün də keçərlidir. Son dövrdə qazandığınız fərqindəliklər indi daha dərindən mənimsənmək istəyir. Digər tərəfdən, Merkür ilə Pluton arasındakı gərgin təsir xüsusilə sosial çevrənizdə pul və etibar mövzularını önə çıxara bilər. Dostlarınızla və ya ətrafınızla edəcəyiniz söhbətlərdə maliyyə məsələləri həssas nöqtəyə çevrilə bilər. Kimisə inandırmaq, razılıq əldə etmək və ya hər kəs tərəfindən anlaşılmaq düşündüyünüz qədər asan olmayacaq. Həmçinin xüsusilə onlayn alış-verişlərdə və rəqəmsal əməliyyatlarda diqqətli olun. Təhlükəsizlik məsələlərini kiçiltməyin. Bütün bu intensivliyin içində göy üzü sizə daha dərin bir mesaj verir. Artıq komfort zonasından çıxmağın vaxtıdır. Daxili dünyanız bu həftə çox aktivdir. Bastırdığınız duyğular, görməzdən gəldiyiniz mövzular və ya təxirə saldığınız üzləşmələr bir-bir üzə çıxa bilər. Bu sizi çətinləşdirmək üçün deyil, inkişaf etdirmək üçündür. Özünüzə çəkilmək, tək qalmaq, düşünmək və keçmişi analiz etmək istəyə bilərsiniz. Bu qaçış deyil, düzgün istifadə etsəniz, böyük bir güc toplama mərhələsidir. İş və karyera sahəsində isə səbir sınağı var. Gözlədiyiniz nəticələr gecikə bilər və ya planlarınız istədiyiniz sürətlə irəliləməyə bilər. Amma burada əsas məsələ sürət deyil, möhkəmlikdir. Bu həftə atdığınız kiçik, amma düzgün addımlar gələcəkdə böyük uğurların təməlini qoyacaq. Prosesi qəbul edib ona güvənmək lazımdır. Maddi mövzularda ehtiyatlı olmaq vacibdir.
gözlənilməz xərclər və ya qəfil ödənişlər yarana bilər. Buna görə risk almaq əvəzinə nəzarətli hərəkət etmək və xərcləri planlamaq sizi qoruyacaq. Sevgi və münasibətlər sahəsində duyğular intensivləşir. Bəzən incikliklər, yanlış anlaşılmalar və emosional dalğalanmalar yaşana bilər. Amma həll sadədir, açıq ünsiyyət və empati. Qəlbinizi bağlamadan, amma özünüzü də itirmədən irəliləməlisiniz. Münasibəti olan xərçənglər üçün bağları dərinləşdirmək fürsəti var. Subaylar üçün isə səthi olmayan, daha ruhani əlaqələr quracaqları tanışlıqlar mümkündür. Ailə mövzusunda isə keçmişdən gələn məsələlər yenidən gündəmə gələ bilər. Köhnə incikliklər və ya üstü örtülmüş problemlər üzə çıxa bilər. Bu böhran deyil, əksinə, sağalma fürsətidir. Üzləşməkdən qaçmasanız, bu sahəni tam şəkildə sağalda bilərsiniz. Sağlamlıq baxımından emosional yüklərin bədənə təsir etməsinə diqqət edin. Xüsusilə mədə həssaslığı, əzələ gərginliyi və boyun nahiyəsində problemlər yarana bilər. Meditasiya, nəfəs məşqləri, təbiətdə vaxt keçirmək və zehni sakitləşdirmək sizə çox yaxşı təsir edəcək. Həftə sonuna doğru enerji yumşalır. Daha sakit və rahat bir ruh halına keçə bilərsiniz. Kiçik şeylərdən zövq almaq, təbiətlə əlaqə qurmaq və özünüzə zaman ayırmaq bu dövrü daha faydalı keçirməyinizi təmin edəcək. Bu həftənin əsas mesajı çox aydındır. Duyğularınız zəiflik deyil, yol göstərəninizdir. Qaçmaq əvəzinə üzləşsəniz, azadlaşarsınız. Komfort zonası sizi qoruyar, amma böyütməz. Və bu həftə sizdən tələb olunan tək şey inkişaf etməyi seçməkdir. Əziz şir və yüksələn şirlər. Bu həftə həyat səhnəsi sanki sizin üçün işıqlanır. Həftəyə yüksək enerji, zövqlü və yaradıcı təsirlərlə başlayırsınız. Daxilinizdəki coşqu artır. Yerinizdə durmaq istəmirsiniz. Sosial olmaq, yaratmaq, özünüzü ifadə etmək və həyatdan zövq almaq ön plana çıxır. Eyni zamanda bu həftə sizə istiqamət verəcək fərqindəliklər də gətirir. Sadəcə əylənmək deyil, həyatınızı necə formalaşdırmalı olduğunuzu da daha aydın görə biləcəksiniz. Amma bu hərəkətli enerjinin içində bəzi sınaqlar da var. Xüsusilə səyahətlər, təhsil, ticarət və hüquqi mövzularda tempo artdıqca dağılma riski də yüksəlir. Bir çox işə eyni anda çatmağa çalışa bilərsiniz. Özünüzü cəsarətli və aktiv hiss edirsiniz. Amma planlama və nizam-intizamı unutduğunuz halda bu enerji sizi yoracaq. Xüsusilə bir imtahan, layihə və ya vacib təşəbbüs varsa, sistemli hərəkət etmək bu həftə ən böyük açarınızdır. Qarşınıza çoxlu fürsətlər çıxacaq, amma hamısını eyni anda həyata keçirmək mümkün olmaya bilər. Seçici olmaq və fokuslanmaq sizi önə çıxaracaq. Həftənin ortalarına doğru Plutonun geri hərəkəti xüsusilə münasibətlər və ortaqlıqlar sahəsində daxili bir sorğulama prosesini başladır. Son dövrlərdə münasibətlərinizdə baş verən dəyişikliklər indi bir qədər yavaşlaya bilər. Bu yavaşlama əslində sizə böyük üstünlük verir. Nəyin həqiqətən dəyişdiyini, hansı münasibətlərin sağlam olduğunu və hansı mövzuların hələ həll olunmadığını daha aydın görə biləcəksiniz. Münasibətlərdə güc balansı, azadlıq və bərabərlik mövzuları yenidən gündəmə gələ bilər. Digər tərəfdən Merkür ilə Pluton arasındakı gərgin təsir ünsiyyətdə həssaslıq yarada bilər. Partnyorunuz və ya yaxın çevrəniz sizin aktivliyinizə, görünməyinizə və ya uğurunuza fərqli yanaşa bilər. Bu isə qısqanclıq, təzyiq və ya manipulyasiya kimi halları ortaya çıxara bilər. Siz öz axarınızda irəliləyərkən, qarşı tərəfin sizi idarə etməyə çalışdığını hiss edə bilərsiniz. Bu nöqtədə tələsik reaksiyalar əvəzinə aydın və şüurlu ünsiyyət daha doğru nəticələr verəcək. Həftə boyunca münasibətlər önəmli mövzu olaraq qalır. Xüsusilə Əqrəb dolunayının təsiri ev, ailə və şəxsi həyatınızda bəzi mövzuları gündəmə gətirə bilər. Ailə və ya münasibətlərdə həll olunmalı məsələlər varsa, bunlara sərt reaksiyalarla deyil, konstruktiv və həll yönümlü yanaşmaq daha faydalı olacaq. Karyera və iş həyatında isə güclü yüksəliş potensialı var. Günəşin dəstəyi ilə daha görünən olur, insanların diqqətini çəkir və sözlərinizlə təsir yaradırsınız. Liderlik xüsusiyyətləriniz ön plana çıxır. Amma burada incə bir balans var. Dominant olmaqla ilham verən olmaq arasında seçim etməlisiniz. Əgər ətrafınızı motivasiya edən
və yol göstərən lider olsanız, daha böyük uğurlar əldə edə bilərsiniz. Əməkdaşlığa açıq olmaq və fərqli fikirləri dinləmək sizi inkişaf etdirəcək. Yaradıcılıq baxımından çox güclü bir dövrdəsiniz. Sənət, səhnə, istehsal və ya özünüzü ifadə etdiyiniz hər sahədə parlaya bilərsiniz. Daxilinizdəki potensial üzə çıxmaq istəyir və bu həftə atdığınız addımlar uzun müddətli uğurların təməlini qoya bilər. Maddi mövzularda da fürsətlər var. Yeni gəlir mənbələri, investisiyalar və qazanc imkanları gündəmə gələ bilər. Amma tələsik qərarlar əvəzinə detallı analiz etmək vacibdir. Güvəndiyiniz insanlarla məsləhətləşmək və strateji hərəkət etmək qazancınızı daha sabit edəcək. Sevgi həyatında isə istilik və cazibə artır. Münasibəti olan şirlər üçün bağları gücləndirmək, ehtirası artırmaq və daha dərin ünsiyyət qurmaq imkanı var. Amma bunun üçün məsuliyyət almaq və duyğuları açıq ifadə etmək lazımdır. Subay şirlər üçün diqqət çəkən tanışlıqlar mümkündür. Lakin səthi əlaqələrdən çox, həqiqi bağ qura biləcəyiniz insanlara yönəlmək daha doğru olacaq. Sosial həyatınız olduqca aktivdir. Dəvətlər, tədbirlər və izdihamlı mühitlər arta bilər. Amma enerjinizi hər yerə yaymaq əvəzinə seçici olmaq sizə daha çox fayda verəcək. Keyfiyyətli əlaqələr qurmaq bu həftə sizin üçün daha önəmlidir. Sağlamlıq baxımından ürək, qan dövranı və stres idarəsi diqqət tələb edir. Enerjiniz yüksək olsa da, onu düzgün yönləndirməsəniz yorula bilərsiniz. Nizamlı həyat tərzi, idman və bədəninizi dinləmək sizə yaxşı təsir edəcək. Həftə sonuna doğru biraz daha daxilə yönəlmək, özünüzlə qalmaq və yaşadıqlarınızı dəyərləndirmək istəyə bilərsiniz. Bu müddətdə yaradıcı fəaliyyətlər, təbiətlə təmas və ya sevdiklərinizlə sakit vaxt keçirmək ruhunuza yaxşı təsir edəcək. Göy üzünün sizə bu həftə verdiyi mesaj çox aydındır. Təkcə işığınızı deyil, kölgələrinizi də qəbul edin. Keçmişdə görməzdən gəldiyiniz mövzularla üzləşməkdən qaçmayın. Çünki həqiqi güc, səhvlərinizi anlayıb, onları dəyişdirə bildiyiniz zaman ortaya çıxır. Bu həftə bir dönüş nöqtəsi ola bilər. Ya keçmişi düzəldib güclənəcəksiniz, ya da onu ertələyib, eyni dövrdə qalacaqsınız. Seçim sizin. Əziz qız və yüksələn qızlar. Bu həftə həyatınızın mərkəzində eviniz, ailəniz və daxili dünyanız dayanır. Həftəyə başlayarkən öz məkanınızda daha sərbəst olmaq və öz halıma qalım demək istəyiniz artır. Amma bu rahatlama ehtiyacına baxmayaraq, ətrafınızda baş verən hadisələr, məsuliyyətlər və söhbətlər sizi tam sərbəst buraxmayacaq. Bir tərəfdən zövq almaq istəyərkən, digər tərəfdən nəzarət etməli olduğunuz bir çox detallarla məşğul olacaqsınız. Xüsusilə maliyyə mövzuları bu həftə diqqət tələb edən əsas sahələrdəndir. Sosial çevrəniz, dostlarınız və ya iş əlaqələrinizlə olan söhbətlərdə pul mövzuları gündəmə gələ bilər. Amma burada ən vacib xəbərdarlıq budur. Eşitdiklərinizə dərhal inanmayın. Başqalarının fikirləri ilə hərəkət etmək və ya tələsik qərar vermək sizi çətin vəziyyətə sala bilər. İnvestisiya, ödəniş, borc alacaq balansı kimi mövzularda daha ehtiyatlı və planlı olmalısınız. Əks halda fərqinə varmadan özünüzü bir güc mübarizəsinin içində tapa bilərsiniz. Həftənin ortasında Plutonun geri hərəkətə başlaması xüsusilə iş, gündəlik rejim və sağlamlıq sahələrində daxili bir dəyərləndirmə mərhələsi yaradır. Əgər son vaxtlar bu sahələrdə sürətli dəyişikliklər yaşamısınızsa, indi tempo bir qədər yavaşlaya bilər. Bu problem deyil, əksinə, yaşadıklarınızı dərk etmək, nəyin işlədiyini və nəyin işləmədiyini anlamaq üçün vacib bir fasilədir. İş mühitinizdə, əməkdaşlıqlarınızda və gündəlik vərdişlərinizdə nələrin dəyişməli olduğunu daha aydın görə biləcəksiniz. Bu müddətdə Merkür ilə Pluton arasındakı gərgin təsir də aktiv olduğundan, ünsiyyətdə diqqətli olmaq lazımdır. İş mühitində qısqanclıq, təsir etmə cəhdləri, manipulyasiya və ya lazımsız güc mübarizələri yarana bilər. Siz də fərqində olmadan hər şeyi nəzarətdə saxlamağa və ya yönləndirməyə çalışa bilərsiniz. Buna görə mümkün qədər sakit, aydın və balanslı qalmaq vacibdir. Əgər kimsə sizə təzyiq göstərirsə, sərhədlərinizi açıq şəkildə müəyyən etməkdən çəkinməyin. Həftənin ortasından sonra bir qədər daha rahat və zövqlü sahələrə yönəlmək imkanı tapa bilərsiniz. Özünüzə vaxt ayırmaq, sosiallaşmaq və sizi xoşbəxt edən fəaliyyətlərlə məşğul olmaq
ruhunuza yaxşı təsir edəcək. Amma həftə sonuna doğru məsuliyyətlər yenidən arta bilər. Yarım qalan işlər, düzəldilməli mövzular və ya ev heyvanlarınızla bağlı məsələlər gündəmə gələ bilər. Yəni həftə sonu daha məsuliyyətli yanaşma tələb olunacaq. Göy üzü sizə güclü bir mesaj verir. Bu həftə daxili nizam qurmaq həftəsidir. İdarəçi planetiniz Merkürün təsiri ilə zehniniz çox aktivdir, analiz qabiliyyətiniz güclüdür və detalları hamıdan tez görürsünüz. Bu böyük üstünlükdür. Amma bu gücdən düzgün istifadə etmək üçün əvvəlcə daxili qarışıqlığı sakitləşdirməlisiniz. Nizam əvvəl daxildə qurulmalıdır. İş və karyera sahəsində məhsuldarlıq artır. Yarım qalan işlər, nizamsız gedən layihələr və ya planlaşdırılmamış məsələlər bu həftə toparlanmalıdır. Quracağınız sistemlər, verəcəyiniz qərarlar və edəcəyiniz düzəlişlər uzun müddətli uğuru müəyyən edəcək. Buna görə çox iş görmək deyil, doğru işi görmək bu həftə daha önəmlidir. Maddi sahədə də yenidən qurulma mərhələsindəsiz. Xərclərinizi, investisiyalarınızı və hədəflərinizi gözdən keçirmək sizə böyük fərqindəlik qazandıra bilər. Kiçik dəyişikliklərlə belə maliyyə baxımından daha güclü bir sistem qura bilərsiniz. Münasibətlər sahəsində isə balans vacibdir. İş və məsuliyyətlərə həddindən artıq fokuslanmaq sevdiklərinizi laqeyd qoymağınıza səbəb ola bilər. Halbuki sizi sevən və dəstəkləyən insanlarla bağ qurmaq bu həftə ruhunuza yaxşı təsir edəcək. Duyğularınızı açıq ifadə etmək və gözləntilərinizi aydın şəkildə demək münasibətləri gücləndirəcək. Susaraq anlaşılmağı gözləmək əvəzinə danışaraq həll tapmalısınız. Həftənin ortasında keçmişdən gələn bir mövzu və ya həll olunmamış məsələ yenidən gündəmə gələ bilər. Bu problem deyil, fürsətdir. Üzərinə getsəniz bağlanar, görməzdən gəlsəniz təkrar olar. Sağlamlıq baxımından zehni yorğunluq sizi zəiflədə bilər. Stres, emosional dalğalanmalar və ya həzm sistemi ilə bağlı həssaslıqlar yaşaya bilərsiniz. Özünüzə diqqət etmək, dincəlmək və zehni rahatladan fəaliyyətlərlə məşğul olmaq bu həftə çox vacibdir. Meditasiya, gəzinti və təbiətlə təmas sizə yaxşı təsir edəcək. Təhsil və şəxsi inkişaf sahəsində isə çox güclü bir dövrdəsiz. Yeni biliklər əldə etmək, bacarıqlarınızı artırmaq və ya bir sahədə dərinləşmək uzun müddətli faydalar verə bilər. Həftə sonuna doğru enerjiniz daha balanslı olur. Xarici dünyada əldə etdiyiniz uğurlar daxili dünyanıza da müsbət təsir etməyə başlayacaq. Özünüzlə uyğunlaşdıqca, həyatın da sizinlə uyğunlaşdığını görəcəksiniz. Bu həftənin əsas mesajı: mükəmməllik qüsursuzluqda deyil, balansdadır. Hər şeyi nəzarətdə saxlamaq əvəzinə şüurlu şəkildə yönləndirməyi seçin. Əvvəl özünüzü düzəldin, çünki siz tarazlaşdıqda həyat da tarazlaşır. Əziz tərəzi və yüksələn tərəzilər, bu həftə həyatınız olduqca hərəkətli başlayır. Ünsiyyət trafikiniz sürətlənərkən, yaxın çevrəniz, bacı-qardaşlar, qohumlar və gündəlik planlarınız diqqət mərkəzinə keçir. Qısa səfərlər, görüşlər, təşkilatlar deyərkən özünüzü sosial baxımdan çox aktiv və enerjili hiss edə bilərsiniz. Bu temp eyni zamanda ruh halınıza da təsir edəcək. Daha şən, daha açıq və daha maraqlı olacaqsınız. Amma həftənin enerjisi yalnız axıcı deyil, sizi sınayan tərəfləri də var. Xüsusilə Mars ilə Yupiter arasındakı gərgin təsir, münasibətlər və ortaqlıqlar sahəsində bəzi çətinliklər yarada bilər. Birlikdə gördüyünüz işlər, partnyorunuzla planlar və ya əməkdaşlıqlar istədiyiniz sürətlə irəliləməyə bilər. Tələskən davranmaq, hələ yetişməmiş mövzunu zorla irəli aparmaq və ya tez olsun istəyi vəziyyəti daha da qarışdıra bilər. Buna görə bu həftənin ən böyük açarı tələsməmək və möhkəm addımlar atmaqdır. Həftənin ortasında Plutonun geri hərəkətə başlaması ilə sevgi həyatı, emosional bağlar və hətta uşaqlarla bağlı mövzular dərin bir dəyərləndirmə mərhələsinə daxil olur. Son vaxtlar bu sahələrdə sürətli dəyişikliklər yaşamısınızsa, indi tempo bir qədər yavaşlaya bilər. Bu geriləmə deyil, əksinə, mən nə istəyirəm, nə doğrudur, nə deyil suallarına aydınlıq gətirmək üçün fürsətdir. Münasibətlərdə azadlıq, bərabərlik və balans mövzuları yenidən gündəmə gələ bilər. Sürətlə irəliləyən bir münasibət birdən dayanaraq sizi düşündürə bilər. Bu mərhələdə dərhal qərar verməyə ehtiyac yoxdur. Fərqində olmaq kifayətdir. Digər tərəfdən Merkür ilə Pluton arasındakı gərgin bucaq
Xüsusilə maliyyə mövzularında diqqətli olmalı olduğunuzu göstərir. Əgər investisiya edirsinizsə, birja ilə maraqlanırsınızsa və ya maliyyə qərarları verirsinizsə, başqalarının yönləndirmələrinə qarşı ehtiyatlı olun. Eşitdiyiniz hər məlumat doğru olmaya bilər. Manipulyasiya, yanlış istiqamətləndirmə və ya maraq toqquşmaları gündəmdə ola bilər. Buna görə araşdırmadan və analiz etmədən addım atmamaq çox vacibdir. Sevgi həyatında isə duyğular bir qədər intensiv və qarışıq ola bilər. Qısqanclıq, nəzarət etmək istəyi və ya lazımsız şübhələr zehninizi məşğul edə bilər. Əgər bu düşüncələri idarə edə bilməsəniz, münasibətlərdə gərginlik yarada bilərsiniz. Eyni hal uşaqlarla ünsiyyətdə də keçərlidir. Onların bəzi mövzulara həddindən artıq fokuslandığını və ya sizinlə anlaşmaqda çətinlik çəkdiyini görə bilərsiniz. Bu nöqtədə anlayışlı və səbirli olmaq vəziyyəti yumşaldacaq. Göy üzünün ikinci mesajı isə daha dərindir. Bu həftə üzləşmə həftəsidir. Uzun müddətdir qurduğunuz balansların nə qədər real olduğunu sorğulaya bilərsiniz. Veneranın güclü təsiri ilə münasibətləriniz diqqət mərkəzinə düşür. Amma bu dəfə səthi uyğunluq deyil, dərin həqiqətlər önəm qazanır. Özünüzü xoşbəxt etmək üçün uyğunlaşırsınız, yoxsa sadəcə sakitliyi qorumaq üçün susursunuz? Bu sualların cavabları ilə qarşılaşa bilərsiniz. İş və karyera sahəsində ortaqlıqlar həlledici olacaq. Birlikdə işlədiyiniz insanların əsl niyyətlərini daha aydın görə bilərsiniz. Etibarlı insanlarla irəliləmək sizi yüksəldəcək, amma balanssız münasibətlər sizi geridə qoya bilər. Buna görə lazım gəldikdə sərhəd qoymaq və yox demək çox vacibdir. Yeni bir təklif və ya əməkdaşlıq varsa, dərhal qəbul etmək əvəzinə müşahidə edin, analiz edin və sonra qərar verin. Maddi mövzularda isə diqqətli və şüurlu irəliləmək şərtdir. Cazibədar görünən imkanlar ola bilər, amma hər fürsət qazanc demək deyil. Araşdıraraq və planlı şəkildə hərəkət etsəniz, qazanc əldə edə bilərsiniz. Əks halda tələskənlik risk yarada bilər. Münasibətlər sahəsində bu həftə həqiqətən kritikdir. Açıq desək, ya münasibətinizi daha möhkəm bir təmələ oturdacaqsınız, ya da görməzdən gəldiyiniz həqiqətlərlə üzləşəcəksiniz. İçinizdə yığılanları ifadə etməsəniz, ya ani partlayış yaşaya bilərsiniz, ya da daxilən yorula bilərsiniz. Açıq ünsiyyət, dürüstlük və sərhəd qoya bilmək bu həftə ən böyük gücünüz olacaq. Subay, tərəzilər üçün isə səthi deyil, dəyər əsaslı seçimlər etmək vacibdir. Ailə və sosial çevrədə də balans mövzusu ön plandadır. Hər kəsi məmnun etməyə çalışmaq sizi yoracaq. Bu həftə hamıya çatmaq məcburiyyətində deyilsiniz. Əvvəl özünüzü önə qoymalı və öz ehtiyaclarınızı nəzərə almalısınız. Sağlamlıq baxımından mədə həssaslığı, baş ağrıları və gözlərlə bağlı problemlərə diqqət yetirmək faydalı olar. Stress və nizamsız qidalanma bu sahələri təsirləndirə bilər. Həftə irəlilədikcə sezgiləriniz güclənəcək və hadisələrin arxa planını daha yaxşı anlaya biləcəksiniz. Həftə sonuna doğru isə sizi yaxşı hiss etdirən insanlarla vaxt keçirmək və ruhunuza yaxşı gələn mühitlərdə olmaq balansı yenidən qurmağa kömək edəcək. Bu həftənin ən aydın mesajı: özünüzü itirmədən balans qurmağı öyrənin. Uyğunlaşmaq naminə özünüzdən vaz keçməyin. Həvəs deyil, şüur sizi irəli aparır. Bu həftə ya özünüzlə dürüst şəkildə üzləşib yeni bir balans quracaqsınız, ya da eyni döngüdə qalmağa davam edəcəksiniz. Seçim tamamilə sizindir. Əziz əqrəb və yüksələn əqrəblər. Bu həftəyə maddi mövzuların aydın şəkildə ön plana çıxdığı bir enerji ilə başlayırsınız. Gəlir-xərc balansı, investisiyalar, ödənişlər və xüsusilə pulu necə idarə etdiyiniz bu həftənin əsas gündəmi ola bilər. Səyahət planları, xərclər və ya gələcəklə bağlı maliyyə qərarları üçün büdcənizi yenidən gözdən keçirmək istəyə bilərsiniz. Amma bütün bu hərəkətlilik içində çox enerji sərf etsəniz də, istədiyiniz nəticəni tam ala bilmədiyinizi fərq edə bilərsiniz. Bunun səbəbi isə intizam qurmaqda çətinlik çəkməyiniz və ya planlarınızı davamlı bir sistemə oturda bilməməyiniz ola bilər. İş mühitində isə diqqət edilməli mühüm məqamlar var. Birlikdə işlədiyiniz insanlarla münasibətlərdə güc mübarizəsinə girməmək və lazımsız mübahisələri böyütməmək çox vacibdir. Xüsusilə hüquqi məsələlər, müqavilələr və ya rəsmi proseslər gündəmdədirsə,
Daha ehtiyatlı və sakit irəliləmək sizin xeyrinizə olacaq. Kiçik bir məsələ böyüyərək mürəkkəb hava gələ bilər. Buna görə nəzarəti əldən verməmək vacibdir. Həftənin ortasına doğru Plutonun geri hərəkətə hazırlaşması ilə ev, ailə və daxili dünyanızla bağlı mövzular dərin bir sorğulama mərhələsinə daxil olur. Son dövrlərdə yaşam sahənizdə, ailə münasibətlərinizdə və ya daxili aləminizdə ciddi dəyişikliklər yaşamısınızsa, indi bu dönüşümləri dəyərləndirmək vaxtıdır. Sürətli inkişaf edən hadisələr bir qədər yavaşlaya bilər və bu sizə nə doğrudur, nəyi dəyişməliyəm suallarını vermək imkanı yaradacaq. Bəlkə də məsələ yalnız xarici şərtlərdə deyil, sizin baxış bucağınızın və reaksiyalarınızın dəyişməsi də vacibdir. Ünsiyyət sahəsində isə Merkür ilə Pluton arasındakı gərgin bucaq xüsusilə ikili münasibətlərdə diqqətli olmalı olduğunuzu göstərir. Təhlükəsizlik ehtiyacınız artdıqca bunu sərt sözlərlə, dolayı yolla və ya təzyiq göstərərək ifadə etmək riskiniz var. Eyni şəkildə qarşı tərəfdə oxşar davranış göstərə bilər. Bu nöqtədə balansı qorumaq, açıq, amma dağıdıcı olmayan ünsiyyət qurmaq çox önəmlidir. Əks halda, münasibətlərdə lazımsız incikliklər yarana bilər. Zehni olaraq isə bu həftə şübhə və həddindən artıq düşünmə meyli arta bilər. Hadisələri həddindən artıq analiz etmək, olmayan ehtimalları böyütmək və lazımsız ssenarilər qurmaq sizi yoracaq. Xüsusilə emosional münasibətlərdə bu tendensiyaya diqqət etməlisiniz. Eyni zamanda, həyatınızdakı insanın iş həyatı və ya yaşadığı stres də sizə təsir edə bilər. Göy üzünün ikinci və daha güclü mesajı isə budur. Bu həftə üzləşmə və dönüşüm həftəsidir. Plutonun təsiri sizi səthi qalmaqdan uzaqlaşdırır. Artıq bastırdığınız duyğular və görməzdən gəldiyiniz həqiqətlər üzə çıxır. Bu çətin görünsə də, əslində böyük bir azadlaşma fürsətidir. Sizi inkişaf etdirməyən, sadəcə saxlayan bağları fərq etməli və lazım gələrsə buraxmalısınız. İş və karyera sahəsində isə sezgiləriniz və strateji baxışınız çox güclüdür. Başqalarının görə bilmədiyi detalları fərq edə, arxa plandakı fürsətləri yaxalaya bilərsiniz. Amma burada hər şeyi nəzarətdə saxlamaq istəyinizi bir qədər azaltmaq vacibdir. Hər şeyi idarə etməyə çalışmaq əvəzinə, axına güvənmək sizi daha irəli aparacaq. Bu həftə eyni zamanda iş çevrənizdə kimlərin həqiqətən sizin yanınızda olduğunu da aydın şəkildə görəcəksiniz. Bu itki deyil, təmizlənmə prosesidir. Maddi mövzularda isə ehtiyatlı olmaq şərtdir. Tələsik qərarlar, borc vermək, riskli investisiyalar və ya kifayət qədər araşdırılmadan atılan addımlar sonradan peşmanlıq yarada bilər. Hər hansı müqavilə və ya imzadan əvvəl detalları diqqətlə yoxlamaq və lazım gələrsə məsləhət almaq sizi qoruyacaq. Sevgi və münasibətlərdə isə güclü bir enerji hakimdir. Duyğular dərinləşir, gizlədilən hisslər üzə çıxır. Mövcud münasibətlərdə bu bir dönüş nöqtəsi ola bilər. Ya bağ güclənəcək və dəyişəcək, ya da həqiqətlərlə üzləşib qərar verməli olacaqsınız. Subay əqrəblər üçün isə güclü, amma sarsıdıcı bir cazibə mümkündür. Amma burada vacib bir xəbərdarlıq var. Hər güclü hiss doğru münasibət demək deyil. Hisslərə deyil, şüura əsaslanaraq irəliləmək lazımdır. Ailə və keçmişlə bağlı mövzular da gündəmə gələ bilər. Köhnə yaralar və unudulduğunu düşündüyünüz duyğular yenidən üzə çıxa bilər. Bu geriyə dönüş deyil, təmizlənmə və sağalma prosesidir. Üzərinə getmək sizi azadlaşdıracaq. Sağlamlıq baxımından emosional yüklərin bədənə təsiri güclü ola bilər. Xüsusilə bel, dizlər və əzələ sistemi həssas ola bilər. Özünüzü çox yormamağa və dincəlməyə diqqət edin. Həftə sonuna doğru enerjiniz daha daxilə yönələcək. Tək qalmaq, düşünmək, yazmaq və özünüzlə baş-başa qalmaq sizə yaxşı təsir edəcək. Bu dövr yenidən qurulma və güc toplama mərhələsidir. Bu həftənin ən aydın mesajı: qorxularınızdan qaçmaq əvəzinə onlarla üzləşin. Sizi saxlayan bağları fərq edin və lazım gələrsə buraxın. Nəzarət etməyə çalışmaq əvəzinə dönüşümə icazə verin. Çünki bu həftə ya köhnə sizi geridə qoyacaqsınız, ya da eyni dövrdə qalmağa davam edəcəksiniz. Seçim tamamilə sizindir. Əziz oxatan və yüksələn oxatanlar. Bu həftəyə öz istəklərinizi, hədəflərinizi və daxili motivasiyanızı mərkəzə alaraq başlayırsınız. Enerjiniz yüksəkdir, həvəsiniz canlıdır
və mən nə istəyirəm sualına daha aydın cavablar verə bildiyiniz bir dövrdəsiniz. Xüsusilə bu mərhələdə niyyətləriniz və inancınız çox güclü işləyir. Həqiqətən fokuslandığınız bir sahədə ciddi irəliləyiş əldə edə bilərsiniz. Daxilinizdəki güclü motivasiya ilə hətta mümkünsüz görünən şeyləri belə mümkün edə biləcək potensiala sahibsiniz. Həftə boyunca sosial, hərəkətli və zövqlü təsirlər üstünlük təşkil edir. Gəzmək, yeni yerlər görmək, dostlarla vaxt keçirmək, hobbilərlə məşğul olmaq və ya sevgi həyatınıza daha çox diqqət ayırmaq istəyə bilərsiniz. Amma burada vacib bir balans var. Mars ilə Yupiter arasındakı gərgin təsir sizi zövq verən sahələrə yönəldərkən, eyni zamanda intizam qurmaqda çətinlik yarada bilər. Yəni əyləncə var, amma davamlılıq zəif ola bilər. Başladığınız işləri davam etdirməkdə çətinlik çəkə və ani həvəslərlə hərəkət edə bilərsiniz. Bu vəziyyət yalnız sosial həyatla məhdudlaşmır. İş, sağlamlıq, təhsil və xüsusilə maliyyə sahəsində də özünü göstərə bilər. Xərcləriniz arta bilər. İnvestisiyalarla bağlı tələsik qərarlar verə bilərsiniz. Əgər birja və ya digər investisiya vasitələri ilə maraqlanırsınızsa, bu həftə eşitdiyiniz hər məlumata əsasən hərəkət etmək riskli ola bilər. Manipulyasiyalara açıq bir enerji var. Buna görə araşdırmadan və analiz etmədən addım atmamaq çox vacibdir. Həftənin ortasında Plutonun geri hərəkətə başlaması ilə ünsiyyət, yaxın çevrə və zehni proseslərinizdə yavaşlama və yenidən dəyərləndirmə dövrü başlayır. Son zamanlar sürətlə irəliləyən layihələr, təhsil, sosial media işləri və ya ticarət fəaliyyətləri varsa, indi onları yenidən gözdən keçirmə vaxtıdır. Bu geriləmə deyil, əksinə, çatışmazlıqları görmək və daha möhkəm sistem qurmaq mərhələsidir. Eyni zamanda bacı-qardaşlar, qohumlar və yaxın çevrənizlə münasibətlər də bu dövrdə diqqət mərkəzinə düşə bilər. Daha əvvəl yaşanan gərginliklər və anlaşılmazlıqlar yenidən gündəmə gələ bilər. Amma bu dəfə onları həll etmək və münasibətləri dəyişdirmək üçün yaxşı bir fürsət var. Köhnə problemləri bağlamaq və ya sərhədlərinizi müəyyənləşdirmək sizin əlinizdədir. Ünsiyyət sahəsində isə Merkür ilə Pluton arasındakı gərgin bucaq iş mühitində və gündəlik münasibətlərdə çətinliklər yarada bilər. Kimisə inandırmaq çətin ola bilər, dedikləriniz yanlış başa düşülə bilər və ya qarşı tərəf həddindən artıq qısqanc və ya israrcı davrana bilər. Bu nöqtədə sözlərinizi yumşaltmaq, dolayı ifadələrdən uzaq durmaq və həll yönümlü olmaq daha yaxşı nəticə verəcək. Göy üzünün ikinci mesajı daha stratejidir. Hər fürsət həqiqətən qazanc demək deyil. Yupiter sizə qapılar açarkən, eyni zamanda sizi sınayır. Yeni insanlar, əməkdaşlıqlar və imkanlar qarşınıza çıxa bilər. Amma hər kəsin niyyəti düşündüyünüz qədər təmiz olmaya bilər. Xüsusilə iş mühitində planlarınızı hər kəslə paylaşmamaq, daha müşahidəçi və ehtiyatlı olmaq sizi qoruyacaq. Karyera sahəsində enerjiniz çox yüksəkdir. Yeni layihələr, ideyalar və təşəbbüslər üçün güclü motivasiyanız var. İnsanlara ilham verə və liderlik edə bilərsiniz. Amma burada əsas məsələ seçici olmaqdır. Hər fürsətə atılmaq əvəzinə sizin üçün doğru olanı seçmək sizi inkişaf etdirəcək. Maddi mövzularda həm fürsət, həm də risk var. Yeni qazanc imkanları açıla bilər, amma eyni zamanda yanlış yönləndirilmə ehtimalı da yüksəkdir. Buna görə tələsik qərarlar yox, analiz və planlı addımlar ön planda olmalıdır. Sevgi və münasibətlərdə isə hərəkətli bir dövr sizi gözləyir. Sosial çevrəniz genişlənir, yeni insanlarla tanış olursunuz. Münasibəti olan oxatanlar üçün birlikdə yeni təcrübələr yaşamaq və ünsiyyəti gücləndirmək üçün gözəl fürsətlər var. Amma qohumlar və ya çevrə ilə bağlı mövzuların münasibətinizə təsir etməsinə icazə verməyin. Subay oxatanlar üçün cazibə yüksəkdir, amma diqqətli olmaq vacibdir. Hər tanışlıq uzun müddətli və sağlam münasibət demək deyil. Ailə və yaxın çevrədə artan gözləntilər sizi yoracaq. Hər kəsə çatmağa çalışmaq əvəzinə sərhədlərinizi qorumağı öyrənməlisiniz. Əks halda həm fiziki, həm də emosional olaraq tükənə bilərsiniz. Sağlamlıq baxımından xüsusilə yuxusuzluq, narahatlıq və həzm sistemi ilə bağlı həssaslıqlara diqqət etməlisiniz. Qidalanma rejiminizi pozmayın və bədəninizin siqnallarını ciddiyə alın. Təhsil və şəxsi inkişaf baxımından isə çox məhsuldar bir həftədəsiniz. Yeni biliklər əldə etmək,
fərqli baxış bucaqları qazanmaq və zehni inkişaf etdirmək sizə uzun müddətli fayda verəcək. Həftənin ortasında yanlış anlaşılmalar və həddindən artıq reaksiyalara diqqət edin. Dərhal reaksiya vermək əvəzinə biraz gözləmək, müşahidə etmək və vəziyyətin aydınlaşmasına imkan vermək sizi səhvlərdən qoruyacaq. Həftə sonuna doğru başa düşəcəksiniz ki, yaşadığınız bütün təcrübələr sizi daha yüksək səviyyəyə hazırlayır. Bu həftə sizə çox aydın bir dərs verir. Hər yolu getmək məcburiyyətində deyilsiniz. Hər kəsə güvənmək məcburiyyətində deyilsiniz. Həqiqi güc, nəyi qəbul etməyəcəyinizi bilməkdən keçir. Əgər böyümək istəyirsinizsə, seçməyi, ayırmağı və sərhəd qoymağı öyrənməlisiniz. Bu fərqindəliklə hərəkət etsəniz, bu həftə sizin üçün həqiqətən dəyişdirici və qazanc gətirən bir dövrə çevrilə bilər. Əziz oğlaq və yüksələn oğlaqlar, Bu həftəyə bir qədər aşağı motivasiya ilə başlaya bilərsiniz. Görməli olduğunuz işlər gözünüzdə böyüyə bilər və sonra edərəm kimi ertələmə meyli yarana bilər. Amma bu, keçici təsirdir. Xüsusilə həftənin ilk günlərində özünüzü çox sıxmadan, amma tam da axına buraxmadan balans qurmağınız vacibdir. Daxildə nə istədiyinizi düşünmək, niyyətlərinizi aydınlaşdırmaq və hədəflərinizi yenidən xatırlamaq sizə bu həftə çox şey qazandıra bilər. Xüsusilə niyyət, arzu və daxili fokus baxımından güclü bir dövrdəsiz. Həqiqətən istədiyiniz bir şey varsa, onu sadəcə düşünmək deyil, şüurlu şəkildə niyyət etmək, planlamaq və addım-addım irəliləmək bu prosesin əsas açarı olacaq. Çünki bu həftə kainat sizə deyir, istə, amma məsuliyyətini də götür. Həftə irəlilədikcə temp artır. Çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri daha aktiv, məhsuldar və açıq enerjiyə keçirsiniz. İşlərinizi qaydaya salmaq, görüşlər keçirmək və planlarınızı dəqiqləşdirmək üçün bu günlərdən səmərəli istifadə edə bilərsiniz. Amma münasibətlər sahəsində diqqətli olmalı olduğunuz bir enerji var. Mars ilə Yupiter arasındakı gərgin təsir xüsusilə şəxsi həyatınızda və ailə daxilində bəzi uyğunsuzluqları üzə çıxara bilər. Partnyorunuzun nizamsızlığı, plansızlığı və ya məsuliyyətsizliyi sizi narahat edə bilər. Amma burada ən vacib məsələ bunu necə ifadə etdiyinizdir. Sərt, tənqidçi və ya qırıcı üslub münasibətdə daha böyük gərginlik yarada bilər. Daha konstruktiv və həll yönümlü ünsiyyət bu həftənin açarıdır. Çərşənbə günü Plutonun geri hərəkətə hazırlaşması ilə maddi mövzular, dəyər anlayışınız və qazanc sisteminiz yenidən nəzərdən keçirilir. Son dövrdə maliyyə sahəsində sürətli inkişaflar yaşamısınızsa, indi bu prosesin daha yavaş və daha dərin analiz mərhələsinə keçdiyini görə bilərsiniz. Gəlir-xərc balansı, investisiyalar və pulla bağlı psixoloji münasibətiniz bu dövrdə yenidən formalaşacaq. Bu, qaçırdığınız detalları görmək üçün mühüm fürsətdir. Bu nöqtədə Merkür ilə Pluton arasındakı gərgin bucaq da aktivdir və xüsusilə riskli investisiyalar, spekulativ işlər və tez qazanc istəyi ilə bağlı diqqətli olmalı olduğunuzu vurğulayır. Emosional qərarlar, kələsik addımlar və başqalarının təsiri ilə verilən qərarlar sizi çətin vəziyyətə sala bilər. Sevgi həyatında isə qısqanclıq, nəzarət etmək istəyi və ya təzyiq göstərmək meyli arta bilər. Bu yalnız sizin tərəfinizdən deyil, qarşı tərəfdən də gələ bilər. Eyni vəziyyət uşaqlarla münasibətlərdə də özünü göstərə bilər. Buna görə sərtlikdən uzaq durmaq, daha anlayışlı və balanslı olmaq çox vacibdir. Çünki kiçik bir söz belə böyük incikliklər yarada bilər. Göy üzünün ikinci mesajı isə daha dərindir. Bu həftə təmizlənmə və yenidən qurulma mərhələsindəsiz. Saturnun təsiri ilə həyatınızda həqiqətən lazım olanla lazımsız olanı ayırmaq vacibdir. Artıq sizi yoran, irəli aparmayan və ya sadəcə vərdiş olduğu üçün daşıdığınız yükləri buraxmaq vaxtıdır. Bu asan deyil, amma sizi yüngülləşdirən və gücləndirən bir dönüşümdür. İş və karyera sahəsində ciddi bir sistem qurma mərhələsindəsiz. Uzun müddətdir göstərdiyiniz səylərin qarşılığını almağa başlayırsınız. İnsanların sizə olan etibarı artır və etdikləriniz daha görünən olur. Amma burada əsas məsələ çox işləmək deyil, doğru işə fokuslanmaqdır. Lazımsız məsuliyyətləri buraxmasanız, əsas olanı qaçıra bilərsiniz. Maddi mövzularda planlama ön plandadır. Gəlir-xərc balansını nəzərdən keçirmək, borcları bağlamaq və daha sabit investisiyalara yönəlmək uzun müddətli təhlükəsizlik yaradacaq. Rəsmi işlər, vergilər
və bank məsələlərində də diqqətli və planlı olmalısınız. Münasibətlərdə isə səbir sınağı var. Duyğularınızı ifadə etməkdə çətinlik çəkə və ya məsafə qoymağa meyilli ola bilərsiniz. Bu sizi qoruyur kimi görünsə də, əslində münasibətdə divar yarada bilər. Açıq, aydın, amma yumşaq ünsiyyət münasibətləri gücləndirəcək. Subay oğlaqlar üçün isə daha etibarlı və sağlam təməl üzərində qurulan tanışlıqlar mümkündür. Amma tələsməmək vacibdir. Ailə sahəsində sizdən dəstək gözləyən insanlar ola bilər. Onlara dəstək olmaq, inciklikləri aradan qaldırmaq və ünsiyyəti gücləndirmək sizə də yaxşı təsir edəcək. Sağlamlıq baxımından xüsusilə sümüklər, dişlər və ümumi skelet sistemi həssas ola bilər. Eyni zamanda yuxu rejiminizə diqqət etməlisiniz. Gəzinti, təmiz hava və bədəni gücləndirən fəaliyyətlər bu həftə sizə faydalı olacaq. Həftə sonuna doğru enerjiniz bir qədər daxilə yönələcək. Özünüzlə baş-başa qalmaq, düşünmək və yaşadıqlarınızı analiz etmək sizə yaxşı təsir edəcək. Bu həftənin ən aydın mesajı. İntizam səni bəzən çətinləşdirir, amma nəticədə azad edir. Buraxdıqların səni yüngülləşdirir. Həqiqi uğur möhkəm təməllər üzərində qurulur. Əgər lazımsız yükləri buraxar, doğruya fokuslanar və səbirli olarsınızsa, bu həftə sizin üçün güclü bir yenidən qurulma mərhələsinə çevrilə bilər. Əziz dolça və yüksələn dolçalar, bu həftəyə olduqca hərəkətli və sosial bir enerji ilə başlayırsınız. Dost çevrənizdən gələcək xəbərlər, dəvətlər, planlar və sürpriz hadisələr gündəminizi sürətlə doldura bilər. İnsanlarla ünsiyyətiniz artdıqca özünüzü daha canlı, daha əlaqəli və daha motivasiyalı hiss edəcəksiniz. Xüsusilə həftənin əvvəlində bu xaricə yönəlmiş axın sizi yeni ideyalar və fərqli baxış bucaqları ilə qidalandıracaq. Amma çərşənbə axşamı gecəsindən etibarən enerjiniz nəzərə çarpacaq şəkildə daxilə yönələ bilər. Çərşənbə və cümə axşamı günləri daha çox tək qalmaq, zehni olaraq toparlanmaq və özünüzlə baş-başa qalmaq istəyə bilərsiniz. Bu müddətdə şüuraltınız çox aktiv işləyəcək. Daxili dünyanızdan gələn düşüncələr, arzular, narahatlıqlar və ya uzun müddətdir ertələdiyiniz qərarlar daha aydın görünə bilər. Buna görə bu günləri yalnız istirahət üçün deyil, həm də niyyətlərinizi aydınlaşdırmaq, hədəflərinizi yenidən dəyərləndirmək və daxili səsinizi dinləmək üçün istifadə edin. Bu həftə xüsusilə Mars ilə Yupiter arasındakı gərgin təsir iş və gündəlik həyatınızda bəzi çətinliklər yarada bilər. İş yükü arta bilər. Eyni anda bir neçə işi həll etməyə çalışarkən dağınıqlıq yarana bilər. Əgər plansız hərəkət etsəniz, verdiyiniz sözləri yerinə yetirməkdə çətinlik çəkə və ya bəzi fürsətləri qaçıra bilərsiniz. Buna görə intizamlı olmaq, prioritetləri müəyyənləşdirmək və işləri ardıcıllıqla görmək bu həftə çox vacibdir. Çərşənbə günü Plutonun sizin bürcünüzdə geri hərəkətə başlaması ilə son dövrdə həyatınızda baş verən sürətli dəyişikliklərin bir qədər yavaşladığını hiss edə bilərsiniz. Bu bir durğunluq deyil, əksinə, daxili dəyərləndirmə mərhələsidir. İndiyə qədər verdiyiniz qərarları, etdiyiniz addımları və seçdiyiniz yolları yenidən sorğulaya biləcəyiniz bir dövr başlayır. Niyə belə etdim? Daha yaxşı necə ola bilər kimi suallar zehninizi məşğul edə bilər. Bu sorğulamalar sizi geriyə deyil, daha möhkəm gələcəyə aparacaq. Bu müddətdə xüsusilə karyera və şəxsi istiqamətinizlə bağlı bəzi qərarları yenidən nəzərdən keçirməyiniz lazım ola bilər. Gecikmələr və ya problemlər sizi narahat etsə də, əslində bunlar sizi daha doğru istiqamətə yönəldən işarələrdir. Eyni zamanda ailə daxilində, xüsusilə ana ilə bağlı mövzularda da bəzi proseslərin yavaşladığını və ya yenidən formalaşdığını görə bilərsiniz. Digər tərəfdən, Merkür ilə Pluton arasındakı gərgin bucaq ev və ailə daxilində ünsiyyətinizdə daha diqqətli olmağınızı tələb edir. Dediklərinizin yanlış anlaşılma ehtimalı yüksəkdir. Nəzarət etmək, yönləndirmək və ya təzyiq göstərmək istəyi həm sizdə, həm də qarşı tərəfdə arta bilər. Bu nöqtədə sərt reaksiyalar, manipulativ davranışlar və ya qısqanclıq münasibətlərə zərər verə bilər. Daha anlayışlı, səbirli və açıq ünsiyyət qurmaq vacibdir. Əgər daşınmaz əmlak, alqı-satqı, köçmə və ya evlə bağlı dəyişikliklər gündəminizdədirsə, detalları yaxşı yoxlamadan addım atmamağınız tövsiyə olunur. Bu dövrdə yanlış yönləndirilmələrə açıq ola bilərsiniz. Ona görə ehtiyatlı olun.
Göy üzünün ikinci mesajı isə çox aydındır. Bu həftə baxış bucağınız genişlənir, amma qərar vermək tamamilə sizin məsuliyyətinizdədir. Uranın təsiri ilə zehniniz sürətlənir, qeyri-adi ideyalar yaranır və fərqli baxışlar inkişaf edir. Amma əsas məsələ ideya tapmaq deyil, hansı ideyanın arxasınca gedəcəyinizə qərar verməkdir. Qərarsızlıq sizi yerinizdə saxlaya bilər. İş və karyera sahəsində özünə məxsusluğunuzla fərqlənə biləcəyiniz bir dövrdəsiniz. Hamının baxdığı yerdən baxmamağınız sizi önə çıxarır. Xüsusilə komanda işlərində yaradıcı həlləriniz diqqət çəkə bilər. Amma hər fürsətə eyni anda yönəlmək əvəzinə seçici olmalısınız. Fokuslanarsanız böyüyərsiniz, dağınıq qalsanız enerjinizi itirərsiniz. Maddi mövzularda yenilikçi ideyalar sizi cəlb edə bilər. Texnologiya, rəqəmsal sahələr və ya fərqli investisiya imkanları marağınızı çəkə bilər. Amma tələsik qərarlar və kifayət qədər araşdırılmadan atılan addımlar risk yarada bilər. Buna görə hər addımı möhkəm təməl üzərində qurmaq vacibdir. Sevgi və münasibətlərdə isə daha azad, açıq və aydın olmalı olduğunuz bir həftədir. Həyatınızda biri varsa, münasibətinizi daha şəffaf və rahat bir səviyyəyə çıxara bilərsiniz. Amma bunun üçün əvvəlcə nə istədiyinizi bilməlisiniz. Subay dolçalar üçün isə zehni uyğunluq tapacaqları, özlərinə bənzər biri ilə tanış olmaq ehtimalı yüksəkdir. Hətta uzun müddətdir hiss etdiklərinizi ifadə etmək cəsarəti tapa bilərsiniz. Ailə sahəsində bir qədər məsafə ehtiyacı hiss edə bilərsiniz. Bu bir uzaqlaşma deyil, sadəcə özünüzü balanslaşdırmaq ehtiyacıdır. Öz şəxsi sahənizi qorumaq sizə yaxşı təsir edəcək. Sağlamlıq baxımından yuxarı tənəffüs yolları, diş həssaslığı və stressə bağlı yorğunluq diqqət tələb edə bilər. Həm fiziki, həm də zehni olaraq özünüzə qayğı göstərməyiniz vacibdir. Həftə sonuna doğru enerjiniz yenidən yüksəlir. Sosial mühit, dost görüşləri, yaradıcı layihələr və istehsal enerjisi aktiv olacaq. Yazmaq, yaratmaq və yeni ideyalar inkişaf etdirmək üçün çox məhsuldar bir zaman olacaq. Bu həftənin xülasəsi. Aydınlıq səni gücləndirir, dağınıqlıq enerjini tükəndirir. Fərqli olmaq yetərli deyil, doğru seçimlərlə fərq yaratmaq lazımdır. Əgər qərar verməsən, həyat sənin yerinə qərar verər. Buna görə bu həftə istiqamətini şüurlu şəkildə seç və seçdiyin yolda qətiyyətlə irəlilə. Əziz balıq və yüksələn balıqlar. Bu həftəyə karyera, hədəflər və məsuliyyətlərinizin ön plana çıxdığı bir enerji ilə başlayırsınız. İş həyatınızda sürətli inkişafların, ani xəbərlərin və önəmli fürsətlərin aktiv olacağı bir dövrdəsiz. Xüsusilə sosial çevrənizdən gələcək dəstək, qurduğunuz əlaqələr və eşidəcəyiniz xəbərlər sizi həm motivasiya edə, həm də yeni qapılar aça bilər. Bu həftə niyyətləriniz və arzularınız güclüdür. Xüsusilə qazancınızı artırmaq və maddi baxımdan daha güclü mövqeyə gəlmək istəyi ön plandadır. Amma bu hərəkətli və fürsətlə dolu prosesdə diqqət edilməli məqamlar da var. Mars ilə Yupiter arasındakı gərgin təsir xüsusilə maliyyə məsələlərində nəzarətsiz davranma riskini artırır. Spekulativ investisiyalar, ani xərclər və ya başqalarının təsiri ilə verilən qərarlar sizi çətin vəziyyətə sala bilər. Şansınız açıqdır, amma bu şansı düzgün istifadə etmək tamamilə sizin intizamınıza bağlıdır. Xüsusilə asan qazanc vədlərinə qarşı ehtiyatlı olun. Eşitdiklərinizi dərhal tətbiq etmək əvəzinə araşdırmaq və möhkəm addımlar atmaq bu həftə çox vacibdir. Bu dövrün ən diqqət çəkən təsirlərindən biri Plutonun şüuraltı sahənizdə geri hərəkətə hazırlaşmasıdır. Bu enerji sizi daxili dünyanıza yönəldəcək və keçmişdən gələn bəzi duyğuları, qorxuları və ya tamamlanmamış mövzuları yenidən gündəmə gətirə bilər. Amma bu bir böhran deyil, əksinə, təmizlənmə və fərqindəlik prosesidir. Daha əvvəl sizi çətinləşdirən mövzuların təsirinin azaldığını və artıq hadisələrə daha güclü və daha şüurlu yanaşa bildiyinizi görə bilərsiniz. Daxili dönüşümünüzdə mühüm bir mərhələni geridə qoyur və öz gücünüzü daha aydın hiss etməyə başlayırsınız. Əgər son dövrlərdə özünüzü inkişaf etdirmək, vərdişlərinizi dəyişmək və ya ruhsal olaraq transformasiya olmaq üçün ciddi addımlar atmısınızsa, bu müddətdə bir qədər yavaşlama hiss edə bilərsiniz. Amma bunu geriləmə kimi qəbul etməyin. Bu, öyrəndiklərinizi mənimsəmək və daha möhkəm təməl qurmaq mərhələsidir. Əvvəl daha yaxşı idim, indi niyə çətinlik çəkirəm? Demək əvəzinə,
Nəyi fərqli etməliyəm? Sualına fokuslanmaq sizi irəli aparacaq. Ünsiyyət sahəsində isə Merkür ilə Pluton arasındakı gərgin bucaq yaxın çevrənizlə münasibətlərdə diqqətli olmağınızı tələb edir. Qohumlar, bacı-qardaşlar və ya yaxın dostlarla olan dialoqlarda güc mübarizəsi, manipulyasiya və ya anlaşılmazlıqlar yarana bilər. Həm sizin, həm də qarşı tərəfin nəzarət etmək istəyi arta bilər. Buna görə sözlərinizi diqqətlə seçmək, sərtlikdən uzaq durmaq və yönləndirməyə çalışmamaq vacibdir. Eyni zamanda onlayn əməliyyatlar, rəqəmsal təhlükəsizlik və alış-verişlərdə də diqqətli olun. Digər tərəfdən, iş və karyera sahəsində intuisiya gücünüz çox yüksəkdir. İnsanların demədiklərini hiss edə, hadisələrin arxa planını sezə bilərsiniz. Bu qabiliyyəti düzgün istifadə etsəniz, xüsusilə vasitəçilik, məsləhətçilik və ya problem həlli tələb edən sahələrdə böyük uğur qazana bilərsiniz. Amma bu üstünlüyü emosional reaksiyalarla zəiflətməməyə diqqət edin. Sevgi və münasibətlərdə isə duyğularınız dərinləşir. Neptunun təsiri ilə empati gücünüz artır, qəlbiniz daha açıq və həssas olur. Bu həftə başqalarını anlamaqdan çox özünüzü dinləmək vacibdir. İçinizdə bastırdığınız hisslər üzə çıxa bilər və bu da münasibətlərdə daha səmimi və real bağlar qurmağınıza kömək edər. Əgər münasibətiniz varsa, duyğularınızı gizlətmək əvəzinə ifadə etmək bağınızı gücləndirəcək. Subay balıqlar üçün isə ruhsal bağ hiss edəcəkləri bir tanışlıq mümkündür. Ailə və keçmiş mövzular da bu həftə gündəmdədir. Xüsusilə uşaqlıqla bağlı hisslər, köhnə incikliklər və ya bastırılmış duyğular üzə çıxa bilər. Bunlardan qaçmaq əvəzinə üzləşmək sizi azad edəcək. Daxilinizdəki həssas tərəfi qəbul etmək həqiqi şəfanın qapısını açır. Sağlamlıq baxımından emosional dalğalanmaların bədənə təsirinə diqqət edin. Yorğunluq, həssaslıq və ya zehni dağınıqlıq yaşaya bilərsiniz. Bol su içmək, istirahət etmək və zehni sakitləşdirmək bu həftə sizin üçün çox önəmlidir. Həftə ümumilikdə sosial baxımdan aktiv keçsə də, həftə sonuna doğru özünüzə çəkilmək, dincəlmək və daxili balansınızı bərpa etmək istəyə bilərsiniz. Bu tamamilə normal və faydalı bir prosesdir. Göy üzünün sizə verdiyi əsas mesaj çox aydındır. Özünü unutaraq heç kimi sağalda bilməzsən. Öz səsini dinləmədən doğru yolu tapa bilməzsən. Bu həftə ya özünüzü prioritet edib dönüşümünüzü qəbul edəcəksiniz, ya da eyni döngülərin içində qalacaqsınız. Seçim sizin.